Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən, aparılan iyiləşdirmə tədbirləri nəticəsində şəxsiyyəti müəyyən edilmiş Goranboy rayonunun Sarov kənd sakini Şəhid Əhmədov Rauf Əcdaroğlunun nəşinin qalıqları doğma kəndində böyük ehtiramla torpağa tapşırıldı. Qeyd edək ki, Rauf Əhmədov 1969-cu ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub və orada itkin düşüb. Həmin zaman şəhidimizin 24 yaşı olub. حي على الصلاة حي على الصلاة. Sarov kənd qəbirstanlığında keçirilən dəfn mərasimində Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon digər rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Dəfn mərasimində çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların müraciətlərinin əsaslıqla yanaşılması və vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsinin əbədiləşdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirərək, xalqımızın azadlığı və dövlət müstəqilliyi naminə ən ali zirvə olan şəhidlik məqamını yüksəlmiş vətən övladlarının əziz xatirəsi hər zaman dərin ehtiramla yad ediləcəyini, onların göstərdikləri şücaət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq yaşayacağını qeyd etdi. Daha sonra Şəhid Əhmədov Rauf Əcdaroğlunun nəşinin qalıqları hərbi orkestr müşayiəti və yaylı atəşi altında torpağa tapşırıldı.